İngiltərənin sakit, dumanlı küçələri ilə tanınan Bath şəhərində Mary Shelley'nin Frankenstein evi insanın gizli qalan qorxularını aşkara çıxarır. Muzeyin divarları xatirələrdən, ideyalardan və gənc bir qadının cəsarətindən hürülüb. Ziyarətçi ağır qapını aralayanda sanki zamanın pərdəsi qalxır. Burada ziyarətçiləri Viktor Frankenstein'in laboratoriyası, kölgəyə bürünmüş alətlər, yarımçıq qalmış təcrübələrin sükutu qarşılayır. Elektrik qığılcımının işığında insanın tanrıya bənzəmək cəhdinin soyuq nəfəsi hiss olunur. İngilis ədəbiyyatının ən məşhur əsərlərindən biri sayılan Frankenstein, dünyanın ilk elmi fantastik romanı sayılır. Bu hekayə günümüzdə də aktualdır. Çünki qərəz, təcrid və zorakılıq kimi mövzular müasir cəmiyyətdə də mövcuddur. Muzeydəki laboratoriya və animatronik məxluq vasitəsilə ziyarətçilərə obrazın kitabda əslində necə təsvir olunduğunu göstəririk. Çünki kitabda məxluq həssas və düşünən varlıqdır. Amma səhnə və kino adaptasiyalarında çox vaxt sadəcə bədheybət kimi təqdim edilib. Animatronik fiqur tərpənəndə onun iri bədənindən çox gözlərindəki sual diqqət cəlb edir. Məni kim yaratdı və niyə tərk etdi? Sərginin digər zalında isə afişalar, səhnə adaptasiyaları, müxtəlif dövrlərin kino kadrları nümayiş olunur. Hər biri eyni hekayəni fərqli baxış bucağı ilə təqdim edir. Bəzən vəhşi bədheybət kimi, bəzənsə yaralı insan kimi. Muzeydə cəmi 18 yaşındaykən qorxunu fəlsəfəyə, elmi isə ədəbiyyata çevirən məşhur yazıcı Mary Shelley'nin portreti də nümayiş olunur. Arzu Yusif, Həsən Həşimov, Mədəniyyət xəbərləri.